Deməli, üslü bərabərsliyə aid sual, növbəti sualdır. Burada verilib ki, 5 üstü 2x plus 1 böyükdür 25-dən. Birinci burada iş görmək üçün 25 parçalanmalıdır. Əsası 5 olaraq 25-i necə yaza bilərik? 5-in kvadratı. Aha, deməli 5 üzəri 2x plus 1 böyük imiş 5 üzəri 2-dən. Və öyrənmişik ki, əsaslar bərabərdirsə, qüvvətləri bir-birinə bərabər edib ifadəni tapa bilərik. Buradan 2x böyük olacaq 2. 1 keçir digər tərəfə olur -1. 2x böyükdür 1-dən. x böyükdür 2-də 1-dən. 2-də 1 formada da verilə bilər, 0.5 də verilə bilər. Bizdə necə verilib? 2-də 1. İndi isə baxmalıyıq aralığa. Bu bizim ədəd oxumuz. Təxmini 0 buradırsa, burada olsun 2-də 1, yəni 0.5. Hara qədər? 0.5-dən böyüklər, yəni 2-də 1-dən böyüklər. Burada müsbət sonsuzluqdur. Cavabımız olacaq, deməli, Y variantı.